Mən Araz ailəsinə müharibə başlayanda 17 gün idi daxil olmuşdum. Müharibə başlayan vaxtı axşam növbəsindən işim bitmişdi. Market müdirimlə əlaqə saxladım ki, döyüşlərə qatılıram. Ordu sırasına qoşuluram. Xəbərini verdim ki, yəni axşam növbədə işdə ola bilməyəcəm. Və nəticə müharibəyə getdim. Müharibədə İnsani Xüsusi bölüyüdə iştirak eləmişəm. Tapşırıq olmuşdu. Suqovuşandan Talış, Ağdərə istiqamətində. O istiqamətə gedəndə tapşırıq çox ağır tapşırıq idi. Biz öz döyüş yoldaşlarımız arasında öz aramızda dediyimiz bir söz də var idi ki, getdi var, döndü, yoxdur döyüş. Adını qoymuşduq tapşırığa. Ailə üzvlərindən danışanda onda böyük qızımın 2 yaşı var idi. Onun səsini eşidəndə kövrəldim, dərk elədim ki, hardayım. Onda belə sıxıntı gəldi. Düzdür, yenə deyim, döyüşdən geri dönmək fikri gəlmədi. Sadəcə insan övladı gözünün qabağına gəldi. Və ondan sonra döyüşə qalxdıq. Döyüş yoldaşım var idi. O, Suqovuşanda böyük sotusu götürdüyü yüksəkliyi. Ermənilərin 0.22-si xüsusi təyinatları ürəyinin üzərindən vurdular onu. O təzə ailə həyatı qurmuşdu. Onun da bir qız övladı var idi. O son sözündə barmağındakı üzüyü qız övladına verilməyini arzu elədi. Şəhid olandan sonra düzdür, həmən Snayper həyatda qalmadı. Döyüş yoldaşım xüsusi təyinatların gizri Nəbi PK-şlığı olmağına baxmayaraq PK ilə uzaq bir məsafədən dəqiq nişan ataraq heç kimi inandırıcıya gəlməsə gözümə şahid olduğum bir şeydir. PK ilə həmən erməninin düz ağzının içindən vurmuşdu. Ağır döyüşlər getdi. Mərmilər və onların xüsusi təyinatları. Biz onları məhv elədik, həmən Dodu götürdük və onların taborlarına hücuma keçdik. 2 gün orada ağır döyüş gedəndən sonra mən yaralandım. Gəldiyimiz yoldan və qayıdacağımız yoldan da xəbərdar olduğuma görə döyüş yoldaşlarımın da oradan çıxmağı çətin olacağını düşünərək bədənimin hansısa bir yerini də, bir hissəsini ailəmə üçün aparmaqlarını xahiş edirdim. O dərəcədə qorxulu yer idi. Sağ olsun, yeni Azərbaycan ordusu yolları vurdular, açdılar, şərait yaradıldı, bizi yaralılar oradan çıxarıla bildik. Ümumilikdə bədənimdə 26 dənə qəlpə yarası var və bədənimin bəzi hissələrində ayağımda qamış sümüyü yoxdur, başımda kontuziya var, travma və digər xəsarətlər var bədənimdə. Bölgə müdirim tərəfindən mənimlə əlaqə yaradıldı, nəyəsə ehtiyacım olub-olmadığını, ailəmə narahat olma, hər bir yardımlar, maddi və digər yardımlar olunacağını dedi. O daha da bir rahatlaşdırdı, çünki bir ailə başçısı üçün, bir övladı olan ata üçün ən qorxduğu yer oraydı. Yəni döyüşdə, yəni inanmıram ki, hansı ailə başçısı sırf özünü düşünər, hamı ailəsini düşünürdü. O rahatçılığı da Araz ailəsi bizə vermişdi ki, rahat döyüş, biz buradayıq. Sonucu gözləmədiyim bir xəbər idi evdən ki, yəni 17 gün çalışdığım şirkət mənim tam əmək haqqımı köçürdür, evimdəki övladıma və yaxud da ailəmə hansısa bir yardım, hansısa bir dəstək edir. Onu yəni gözləmirdim. Yəni əslində çaşıb qalmışdım, bilmirdim döyüşün hava-havasına girim, yoxsa olan hadisənin hava-havasına ki, yəni 17 gün tam öz iş yoldaşlarımı bir yerdə çalışdığım marketdəki əməkdaşların çoxunu tanımıram. Üç rəhbərlərində də çoxunu heç adını bilmirdim, yəni ki, ünsiyyət tanımırdım da. Amma gördüm ki, yəni mən onları tanımasam da, amma artıq onlar məni tanıyır. Onlar məni öz ailəsindən bilir, öz döyüşçüləri bilir, yardımlar edirlər. Mən market işləyirdim, səhhətin market işləməyə yol vermirdi. Amma şirkət ona baxmayaraq məni işsiz qoymadı. Vəzifəmi dəyişərək, iş yerimi dəyişərək məni daha uyğun bir işə, ofisə yerləşdirdi, stok meneceri olaraq. Hər bir ayağını torpağa basan Azərbaycan kişisinin borcudur ki, vətənini qorusun, torpağını qorusun, bayrağını qorusun, namusunu, qeyrətini qorusun. Ona görə də özündə fəxrlə hissi duyuram ki, o döyüşlərdə
Az da olsa mənim də payım var.